Hər kəsə salam. 9 mart 2026-cı il buraxılış imtahanının suallarının bir izahını verirəm. Deməli, birinci suala, B variantında birinci suala baxaq. Tərz hərəkət zərfinin təsriflənməyən feilə aid olduğu nümunələri müəyyən edin. Deməli, bu tip suallarda nə edirik? İlk öncə biz tərz hərəkət zərflərini tapmalıyıq. Sonra onlar təsriflənməyən feil. Təsriflənməyən feillərimiz hansıdır? Məstər, feili bağlama və feili sifət bunlara aid olmalıdır. Aid olmada nədir? Yəni biz cümlə xaricində o ikisini yan-yana işlədəndə bizə məna verməlidir həmin ifadələr. Baxaq, tamamilə xəbərsiz idi ki, necə gəliblər. Tərz hərəkət zərfi tamamilə burada miqdar zərfidir. Nə qədər xəbərsiz idi. Ümumiyyətlə tərz hərəkət zərfi yoxdur, həm də burada təsriflənməyən feil yoxdur. Biri cavablardan çıxırıq. Belə danışmağın heç bir əsası yoxdur. Burada tərz hərəkət zərfi yoxdur. Sadəcə sizi necə çaşdıra bilərlər? Burada belə sözü ilə. Belə sözün yadda saxlayın ki, heç vaxt sifət və zərf olmur. Və həmişə suallarda da eləni, beləni sifət zərf olaraq göstərib sizi çaşdırmağa çalışırlar. Burada belə əvəzlikdir. Belə ya əvəzlik olur, ya da ədat olur. Suala cavab versə əvəzlikdir. Qüvvətləndirirsə, cümlənin, sözün təsir gücünü artırırsa da ədatdır. Burada belə danışmağı, necə danışmağı, suala cavab ver, demək əvəzlikdir. Bizə zərf lazımdır. İkində çıxırıq cavablardan. Cavabımız ortaya çıxır, amma izahına baxaq. Onlar ev yiyəsi ilə gülə-gülə salamlaşıb içəri keçirdilər. Burada tərz hərəkət zərfinə oxşayan gülə-gülə sözünü görürük. Amma diqqətli olmalıyıq. Təkrarlanan A, təkrarlanan Ə şəkilçiləri, feil bağlamalı şəkilçisi. Burada zərf yoxdur. Zərf var, sadəcə tərz hərəkət zərfi yoxdur. Şuşada çiyin-çiyinə döyüşdüyü dostlarını heç vaxt unutmurdu. Tərz hərəkət zərfimi tapıram, çiyin-çiyinə. Necə? Çiyin-çiyinə. Baxın, bunu feil bağlama ilə qatmayın. Feil bağlama şəkilçisi hər iki sözdə A və yaxud Ə şəkilçisini görməlisiniz. Burada həm hərəkət olmalıdır. Bu nə hərəkətdir, nə də şəkilçini görürük. Yəni hər iki tərəfdə. Çiyin-çiyinə tərz hərəkət zərfliyidir. Aid olduğu döyüşdüyü, dığı, diyi, doğuduyu. Bu da feil sifət şəkilçisidir. Çiyin-çiyinə döyüşdüyü aiddir. Tərz hərəkət zərfi feil sifətə aiddir. 4-ü götürürük. Öz uğurlarından iftixarla danışan sədr indi susmuşdu. İftixarla tərz hərəkət zərfdir. Burada la zərf düzəldən şəkilçisidir. Danışan an ən feil sifətdir. İftixarla danışan aid oldu zərf feil sifətə. Dilucu təşəkkür edib çölə çıxdı. Dilucu necə? Tərz hərəkət mürəkkəb tərz hərəkət zərfidir. Burada özünə sonra gələn söz təşəkkür deyil. Təşəkkür etmək, olmaq, etmək, bilmək. Və sondakı İbdə göstərici feili bağlamadır, yəni təsriflənməyən formadır. Dilucu təşəkkür edib. Bu da tərz hərəkət zərfinin feili bağlama aid olduğu nümunədir. İkinci sualın izahına baxaq. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir. Cümləsi ilə bağlı doğru fikirlər. Tamam. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Bu nə deməkdir? Demək istəyir ki, söz birləşməsinin əsas tərəfi olması üçün təsriflənməyən feil olmalıdır. Təsriflənməyən. Yəni, biz burada nəyə diqqət etməliyik? Baxın, feillərin hər biri, yəni bütün feillərdən söhbət gedir. Yəni, təsriflənən feil olmamalıdır. Biz cümlə oxuyanda fikir verin, dəlalət edir, nə edir? Zaman şəkilçisi qəbul etmiş feil var. Demək, təsriflənən feil var. Və zaman şəkilçisi qəbul etmiş söz, feil. Heç vaxt söz birləşməsinin əsas tərəfi ola bilməz. Ümumiyyətlə, söz birləşməsi yarada bilməz. Bu elə səhv fikirdir. Quruluşca mürəkkəb. Xəbər şəklində olan feil. Feilim quruluşca mürəkkəbdir. Xəbər şəklindədir, yəni zaman şəkilçisi qəbul edib. Xəbərin ifadə vasitəsidir. Cümləmizi xəbərini tapaq, görək bu şərtləri ödür ya yox. Nə edir? Dəlalət edir. Xəbərimiz budur. Mürəkkəbdirmi? Bəli, ol, et, mürəkkəb feil yaradır. Xəbər şəklindədirmi? Bəli, zamanı görürük. B. Doğru cavab B. İndi D niyə səhvdir? Feillər qayıdış və məlum növdədir. Feillərimizə baxaq bir-bir. Ölkəmizin beynəlxalq arenada qazandığı, baxın, dığı feil sifətdir. Növünə baxaq. Qazanmaq sözün kökü, xüsusi növ şəkilçisi, ümumiyyətlə leksik şəkilçisi yoxdur. Demək, məlumdur. Uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə
Bu da feildir. Göstərmək sözün kökü. Göstərmək sözün kökü il-leksik. Şəxsiz ola bilər, qayıdış ola bilər və məchul ola bilər. Eyni zamanda məlum da ola bilər. Amma baxaq, göstərməkdən göstərilmək, diqqət göstərilir. Bunu nə göstərilir? Diqqət göstərmək. Demək, fikir verək, kimsə tərəfindən bu iş icra olunur. Demək, məchul növdədir və kim tərəfindən göstərildiyini də bilmirik. Feilimiz məchul növdədir. Dəlalət edir. Burada dəlalət edir də xüsusi növ şəkilçisi yoxdur, yenə məlumdur. İndi baxırıq, bizə deyir qayıdış, ümumiyyətlə qayıdış növ, feil yoxdur. Ona görə səhv. Feilin bütün təsriflənməyən formalarına. Bütün təsriflənməyən forma məsdər, feil sifət, feil bağlamadan söhbət gedir. Nümunə işlənmişdir. Baxaq, qazandığı feil sifət göstərildiyinə dığı yenə feil sifət. Son feil sifətdir, nə feil bağlama var, nə məsdər. Şəxsə və cəmiyyətə görə dəyişməyən feillər. Şəxsə və cəmiyyətə görə dəyişməyən feillər, yəni təsriflənməyən feillər. Eyni cümlə üzvü vəzifəsindədir. Təhlil edək cümləmizi. Nə edir? Dəlalət edir. Nə? Uğurlar. Hansı uğurlar? Ölkəmizin beynəlxalq arenada qazandığı feili sifət özündən əvvəlki sözlərlə əlaqəyə girərək tərkib yaradır. Nəyə? İdmana qarşı. Baxın, burada da feil sifət yenə özündən əvvəlkilərlə tərkib yaradıb və cümlənin tamamlığı olub. Nəyə dəlalət edir? İdmana qarşı xüsusi diqqət göstərildiyinə. İki feil sifətim var, yəni şəxsə və cəmiyyətə görə dəyişməyən feilim 2 dənədir. Biri təyinin içindədir, biri tamamlığın. Ona görə bu da səhvdir. Nümunələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edək. Gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Ümumiyyətlə, şeirdə diqqətli olun, söz sırası pozula bilir. Cümlə təhlil edərkən birinci və ikinci misralarda əlaqələnən sözlər ola bilir. Bu tip şeylərə diqqət etmək lazımdır. Demək, ceyran əli 3-cü növdür. Ayırmırıq. Əlinə düşməkdə frazoloji birləşmədə ayırmırıq. Ona görə hamısını bir yerdə xəbər götürürük. Nə etdi? Ceyranın əlinə düşdü. Necə ceyranın? Ürkək ceyran. Nə? Gəncliyim. Nə? Şərəfim. Nə? Müqəddəratım. Qayıt, yerinə qoy ayı, günəşi. Nə et? Fikir verin, burada qayıtdan sonra vergül var. Demək, bu bir cümlədir və xəbərdir. Nə et? Yerinə qoy. Qoy, haraya yerinə? Zərflik. Nəyi? Ayı, nəyi, günəşi, tamamlıq. Yenə olduğu tək görüm həyatı, qayıt gözüm nuru, könlüm atəşi. Qayıt kim? Baxın, burada gözüm nuru, könlüm atəşi. Burada gözüm nuru, könlüm atəşi xitabdır deyə təhlil etmirik. Qayıt, sahmana sal bu kainatı. Qayıt, nə et, sahmana sal. Nəyi? Kainatı. Hansı kainatı? Bu kainatı. İndi baxırıq. Nümunələrin hər ikisinə aiddir. Hər ikisinə aid olan seçməliyik biz burada. Nitq hissəsi ilə ifadə olunan həmcins üzvlər işlənmişdir. Həmcins üzvüm gənclik şərəf nitq hissəsidir. Sonra burada ay, günəş nitq hissəsidir. İkisinə də aiddir. Ona görə düzdür. Baş üzvlərdən birinin həmcinsliyi var. Baxırım, qayıt, sahmana sal, xəbər. Yenə olduğu görüm həyatı, qayıt gözüm nuru, könlüm atəşi. Qayıt yerinə qoy ay, günəşi. Burada demək, birincidə mübtədam, ikincidə xəbərim. Baş üzvlərdən birinin həmcinsliyi var, düzdür. Həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Yəni demək istəyir ki, həmcins üzvlərin mübtəda xəbərdir. Birincidə mübtədadır, ikincidə xəbər. Uzlaşma əlaqəsi deyirsə, mübtəda xəbərdən söhbət gedir və yaxud da ikinci növ, üçüncü növdən söhbət gedir. Uzlaşma əlaqəsi də əsas tərəfdir. Baxaq, mübtəda bəli həmişə əsasdır, birinciyə aiddir. İkincidə xəbərim demək həmcinsdir deyə, o da mübtəda ilə əlaqəlidir deyə. Mübtəda ilə xəbər uzlaşma əlaqəsinə girəndə mübtəda əsas tərəf olur, xəbər yox. Ona görə bu ikisinə aid deyil. Üçü çıxırıq. Nümunələrin yalnız birinə aiddir. İki fərqli cümlə üzvü həmcinsdir. Tamam. Birincidə bir dənə həmcins üzvüm var, o da mübtədadır. Gəncliyim, şərəfim, müqəddəratım. İkincidə tamamlığım da həmcinsdir, xəbərim də həmcinsdir. Bu yalnız birinə aiddir, ona görə doğrudur.
Həmcins mübtədaların ifadə vasitəsi söz birləşməsidir. Biz həmcins mübtədaları görürük bir dənə birinci cümlədə. Çünki ikincisi bu gözüm nuru, könlüm atəş xitabdır. Və o da söz birləşməsi deyil. Gəncliyim, şərəfim sözdür. Bu ümumiyyətlə heç birinə aid deyil. Həmcins tamamlıqlar işlənmişdir. Bəli, həmcins tamamlıq da ikincidədir. Yalnız birinə aiddir. Demək, düzgün cavabım 1, 2, 4, 6. Düzgün cavab B. 34-cü suala baxaq. Demək, deyək ki, klasteri tamamlaya bilməz. Bu bilər, bilməz, səhvdir, doğrudur. Hissələrini xüsusən dairəyə alın, altına xətt çəkin ki, diqqətiniz orada olsun. Çünki yanıla bilirsiniz. Sırf şərtə görə səhv edə bilirsiniz. İndi baxaq. Fonetik təhlildir. Birinci fonetik təhlilli suallarda mütləq ilk edəcəyiniz iş sözün tələffüzünü yazmaq olsun. Uşaq canlı. Baxın, burada uşaq sözündə, uşaq yəni bir sözdür, müstəqil sözdür. Bitir, sonra mürəkkəb söz yaradıb. Demək, qayda nə idi? Q ilə bitən sözlərdən sonra samit gələndə Q X ilə əvəz olunurdu. Uşaq, can və burada L samitinə diqqət edin. Tez-tez dəyişə bilən samitlərdəndir. Uşaq, can, N. L oldu, N. Fərqə baxaq. Bir Q X ilə əvəzləndi. Bir də L N ilə əvəzləndi. İki fərq oldu. Sonra açıq-aşkar da baxırıq. İndi burada Q-dan sonra fikir verin. Saat gəldiyinə görə Q X ilə yox, G ilə əvəz olunacaq. Və burada diqqətli olun. Kar hissəsinə fikir verin sözün. Burada bizim bir qaydamız vardı ki, kar, keş və paz şəkilçiləri sözün daxilində tələffüz zamanı heç bir samiti dəyişməz. Yəni ilk kar samitlərdə, son samitlərdə dəyişməz. Amma burada diqqətli olun. Bu kar bu kardan deyil. Yəni buradakı kar şəkilçi deyil ki, deyək ki, dəyişməz. Bu dəyişəcək. Bu hansı qaydadır? İki kar samitin yanaşı gəlməsi qaydasıdır. İki kar samit yanaşı gələndə ikincisi öz dingiltili qarşılığı ilə əvəz olunur. Açıq, aşkar. Bax, yenə deyirəm, buradakı kar həmin o dəyişməyən şəkilçi deyil. Sözün kökündədir, ona görə dəyişir. Yaxşı, baxırıq. Bizə deyir ki, tamamlaya bilməz. Və biz diqqət etməliyik görək. Klasterin şaxələnən hissəsində səhv fikir verir ya düz fikir verir. Deyir ki, səs və hərflərin sayı bərabərdir. Baxıram, nə səs artımı oldu, nə səs düşümü. Demək, bu doğru fikirdir. Demək, mən digər şaxələnmələrdə nə yazmalıyam? Doğru fikirləri yazmalıyam. Amma bizdən olmayanları, yəni klasteri tamamlaya bilməz. Yəni, mən bura doğruları yazmalıyam, amma biz tamamlaya bilməyəni, yəni səhvləri seçməliyik. 3 cingiltili samit işlənmişdir. Hər ikisinə aid olmalıdır. Cingiltili samitin bir C-dır, N, 2-dən, 3-dən də düzdür. Sonra digərinə baxıram. Bir G-dır, bir C-dır, bir R-dır. Düzdür. 3-dür. Bu düz fikirdir. Biz səhvlər seçməliyik. G samitin kar qarşılığı işlənib. G samitin kar qarşılığı X-dır. Birincidə var, amma ikincidə yoxdur. Səhvdirsə, nə edirik? Cavab olaraq götürürük. Açıq saatlərin sayı qapalı saatlərin sayından çoxdur. Açıq saatlərin sayı. Baxaq. Açıq saatlərimiz bilirsiniz də, üstü örtülülər. A, O, E, Ə, Ö. Bunlar açıqdır. Yerdə qalan 4 saatimdə qapalıdır. Demək, U, I qapalıdır. 2 dənə də A açıqdır. Qapalı açıqdan, açıq qapalıdan çox deyil, bərabərdir. Demək, 3 səhvdir. Baxmağa ehtiyac yoxdur digərinə. Deyilişi ilə yazılışı arasında 2 fərqli məqam var. Fikir verin. Burada Q, X əvəzlənməsi baş verdi və L, N ilə əvəz olundu. Digərində Q, G oldu. Q, C ilə əvəz olundu. 2 fərq oldu hər ikisində də. Bu düz fikirdir, götürmürük. Yanaşı işlənən kar cingiltili samitlər var. X ilə C yanaşı işlənən X kardır, C cingiltilidir. Burada da Ş ilə G-dir. Yəni, bu ikisinə də doğru fikirdir, götürmürük. Kar qarşılığı olan bir samit işlənib. Kar qarşılığı olan. Yəni, məndən kar qarşılığı nəyin olar? Cingiltilinin. Baxıram, burada bir dənə cingiltilimiz var birinci sözdə. O da C-dir. Qarşılığı olan da C-dir. 2 N-in, N-ın, yəni qarşılığı yoxdur. Tamam, buna aid düz fikirdir. Digərinə baxıram. G-ın qarşılığı var X, C-ın qarşılığı var K. Burada 2 dənə cingiltinin kar qarşılığı var. Ona görə səhv fikirdir. 2, 3, 6 da sualımızın cavabı.
5-ci suala baxaq. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Edək. Yerimək öyrətdin tutub əlimdən, dolaşdım aranı, dolaşdım dağı. Balana yerimək öyrədincə sən gərək öyrədəydin yıxılmamağı. Demək bizə yanlış fikri soruşur. Əvəzliyin bir məna növündən istifadə edilib. Baxırıq, yerimək öyrətdin tutub əlimdən, dolaşdım. Burada bir əvəzliyimiz var. O da səndir, yəni şəxs əvəzliyidir, bu düzdür. Yalnız qrammatik mənası olan bir söz işlənib. Yalnız qrammatik mənası olan söz deyəndə biz bilirik ki, köməkçinin hissəsindən söhbət gedir. Burada da bir dənə gərək arzu ədatıdır, düzdür. Yönlü halda işlənmiş söz mənsubiyə şəkilçilidir. Yönlü halın şəkilçisi A, baxıram. Balana, bala sözün kökü, sənin balan. Buradakı n mənsubiyyət, A da yönlü hal. Yönlü hal şəkilçili söz mənsubiyə şəkilçilidir, düzdür. İkinci misrada işlənmiş isimlər təsirli haldadır. Aran, dağ, aranı, haranı, dağı, haranı təsirli haldadır, düzdür. Bu da düzdür. Təsriflənən feillərin hamısı, diqqətli olun, deyir hamısı xəbər şəklindədir. Bir qaydanı yadınıza salım ki, demək, feilin şəklini axtaranda çalışın sual verin. Sözə sual verin və sualın yazın, sualın tərkibindəki ilk qrammatik şəkilçi sizə feilin şəklini müəyyən etməkdə kömək eləyəcək. Yerimək öyrətdin, tutub əlimdən. Öyrətdin, nə etdin? İlk qrammatikim di, zamandı, xəbərdir. Bu xəbərdir, tamam. Dolaşdım, nə etdim? Fikir verir, yenə di. Dolaşdım, yenə di, xəbərdir, tamam. Balana yerimək öyrədincə sən gərək öyrədəydin, nə edəydin? Edəydin da, yəni burada edərdin yox, öyrədəydin, nə edəydin? Fikir verin. Et sözün kökü ilk qrammatikim A-ədir, yəni arzu şəklinin şəkilçisidir. Bütün təsriflənən feillərim xəbər şəklində deyil, biri arzu şəklindədir. 36-ya baxırıq. Cərgələrdən birindəki sözlər kök 2 leksik sxeminə uyğundur. Baxaq. Oxşarlıq sözündə oxşamaq sözün köküdür. Oxşar, oxşuyursan birinə və oxşar, sənin oxşarın olur. Sonra oxşarlıq yaranır arada. R leksik, L leksik. Bərkitmək sözündə bizim dilimizdə bir it şəkilçisi var, bir də t şəkilçisi var. Burada nəyə diqqət eləməlisiniz? T şəkilçisi və yaxud da it şəkilçisi mütləq feilə qoşulmalıdır. Yəni, başqa hissələrinə qoşula bilmir. Ona görə məcburuq bu sözü necə təhlil edək? Bərk sözün kökü. İti bir götürə bilərəm. Amma bərk orada sifət olduğuna görə sifətdir. İt şəkilçisi sifətə qoşulmaz, feilə qoşular. Ona görə demək, burada mənim şəkilçim it deyil. Bərkimək, i ayrı leksikdir, feil düzəltdim. Sonra həmin t-yı feilə qoşdum. 2 leksik elə A variantıdır. Digərləri niyə olmaz? Baxın, burada qrammatikim var. Nə edir? Yüksəklik, dəki. Burada qrammatik var, biri olmur. Peşəkar leksik, casına bir, tamam. Küskündür, nədir? Burada dır qrammatikdir, olmaz. Dahiyanə, burada anə, yanə bir şəkilçidir, getdi. Tanışlıq, tamam, tanımaqdan tanış leksik, lıq leksik olur, amma digərində dıqca, dikcə feili bağlamadır. Qrammatik var deyə olmaz. Çünki bizdə şərtdə qrammatik istəmir. Kök 2 leksik soruşur. Nasıl cümlədə feili sifət tərkibi işlənib? Feili sifət tərkibini tapmaq üçün nə edirik? Cümlədə feili sifəti tapıram. Məsələn, an şəkilçili, mış şəkilçili, acaq şəkilçili təsriflənməyən feilləri tapıram. Və özündən əvvəlki sözlərə baxıram. Feili sifət özündən əvvəlki sözlərlə əlaqəyə girib tərkib yarada bilir. Bütün özündən əvvəlki sözlərlə mütləq əlaqəyə girməlidir. Feili sifət xeyr, girməyə də bilir. Bəs bu necə bilirik? Cümləmin xəbərini tapıram. Sonra feili sifəti tapandan sonra feili sifətdən əvvəlki sözləri, ilk sözüm nədirsə aparıram, xəbərlə əlaqələndirirəm. Əgər feili sifətdən əvvəlki ilk sözüm cümlənin xəbəri ilə əlaqələnirsə, demək tərkibin içinə daxil deyil. Yox, əgər əlaqələnmirsə, demək tərkibin içindədir. İndi cavablarda baxaq. Ahəstə süzən qartal anidən şişarına tərəf şığıdı. Burada birinci feil sifəti tapaq. Baxın, an, süzən. Nə etdi, şığıdı, nə qartal, hansı qartal? Ahəstə süzən qartal. Burada feil sifətim budur.
Özündən əvvəl də ahəstə sözü var. Ahəstə sözünün tərkib yaradıb yaratmadığını bilmək üçün aparaq xəbərlə əlaqələndirək. Ahəstə şığıdı. Bizə cümlədə belə bir fikir demir. Demir ki, qartal ahəstə şığıyıb. Deyə ahəstə süzən qartal anidən şığıyıb. Fikir verin, anidən şığıyıb. Əlaqələnmədi xəbərlə. Demək tərkibin içindədir. Fe'l sifətlə tərkib yaradıb. Hansı qartal? Ahəstə süzən. Fe'l sifət tərkibi və tərkib deyəndə mütləq diqqətli olun ki, fe'l sifət həmişə ikinci tərəfdə olmalıdır. Cavab A. Ev sahibləri gələn qonaqları mehribanlıqla qarşıladılar. B niyə olmaz? Baxın, an, ən var, fe'l sifət var, özündən əvvəldə sözlər var. Niyə tərkib yaratmayıb? İlk dediyim qaydaya görə. Qarşıladılar. Kim? Ev sahibləri. Baxın, fe'l sifətdən əvvəlki söz xəbərlə əlaqəyə girib. Demək, tərkib yarada bilməz. Ona görə ev sahibləri qarşılayıb. Kimi qarşılayıb? Qonaqları. Hansı qonaqları? Gələn qonaqları. Necə? Mehribanlıqla. B olmaz. Asif yazılmış məktubu qatlayıb zərfə qoydu. Burada mışdı. Fe'l sifət tərkib yarada bilər. Özündən əvvəldə söz var. Asif sözü. Yenə yaratmayıb. Niyə? Çünki məktubu zərfə kim qoyub? Asif qoyub. Asif qoydu xəbəri ilə əlaqələnib. Demək, tərkib yaratmayıb. Yaşıllaşan ağaclar göz oxşurdu. Burada mənim yaşıllaşan fe'l sifətim anəndir. Tərkib yaratması üçün əgər şeir deyilsə, söz sırası pozulmayıbsa, özündən əvvəl də söz yoxdursa, bu onsuz tərkib yarada bilməz. Özündən burada yaşıllaşan ağaclar birinci növ təyini söz birləşməsidir. Çünki əsas tərəfin ifadə vasitəsinə baxıram. Ağac isimdir, bu ismi birləşmədir. Və birinci tərəfə də sifəti sualını verdiyimə görə bu birinci növ təyin söz birləşməsi sayılır. Dostum, oxuyan məqsədinə çatar. Anəndir, özündən əvvəl vergül var. Demək, tərkib yarada bilməz. Kim? Oxuyan. Tərkib deyil. Birinci suala baxaq. Uyğunsuzluğu müəyyən edin. Vasitəsiz nitqli cümlə, ikincidə də həmin cümlənin sxemini tələb edir bizdən və bizdən uyğunsuzluq istəyir. Baxaq. Mən buradayam, komandir, cəld dilləndim. Bura gələ bilərsinizmi? Burada diqqət edirik. Mən buradayam, komandir. Və burada komandir xitabdır. Xitabdan sonra vergül qoyulur və mən buradayım komandiri deyən başqasıdır. Yəni, vasitəsiz nitqdir. Ona görə vasitəsiz nitqdən əvvəl dırnağı açırıq. Cəld dilləndim yenə öz fikridir. Amma bu başqa vaxt söylədiyi fikirdir. Yəni, bu müəllifin sözüdür. Cəld dilləndim. Bura gələ bilərsinizmi? Mən buradayım, komandir. Bura gələ bilərsinizmi? Bax, bu vasitəsiz nitqdir. Cəld dilləndim. Müəllifin sözüdür. İndi nəyə diqqət edir? Bura gələ bilərsinizmi? Vasitəsiz nitqdir bura qədər. Baxın, bu vasitəsiz nitqdir. Bura gələ bilərsinizmi də vasitəsiz nitqdir. Aradakı cəld dilləndim müəllifin sözüdür. Qayda nədir? Vasitəsiz nitq hər iki tərəfdən, yəni müəllifin sözünün sağında və solunda gələndə dırnağı başda açırıq, sonra sonda bağlayırıq və sual işarəsi dırnağın içində olar, yadda saxlayın. Müəllifin sözü ortada gələndə, yəni sağında da solunda da vasitəsiz nitq olanda hər iki tərəfdən vergül tire ilə ayrılır. O vaxt vergül olmaz ki, burada başqa durğu işarəsi olar, sual işarəsi olar, nidə olar, onda vergül olmaz. Amma sxem budur. Yəni, dırnaq, vasitəsiz nitq, vergül tire müəllifin sözü, vergül tire vasitəsiz nitq, sual işarəsi, nida, cümləm budur, sxemi budur, bu düzdür. Bizdən uyğunsuzluq istəyir. Bəli, dedi. Bir dəfə yerli bələdçilərlə qoruğa getmişdik. Demək, yadda saxlayın. Vasitəsiz nitqdə dedini görsəz, hər iki tərəfdən vergül tiredir. Deyəni görsəz, sadəcə özündən əvvəl vergül tiredir. Bəli, bir dəfə yerli bələdçilərlə qoruğa getmişdik. Baxın, bu vasitəsiz nitqdir. Başqasının nitqidir. Dırnağı açıram. Vasitəsiz nitq. Dedi, artıq müəllifin sözdür. Ortada gəlib, bu da vasitəsiz nitqdir. Vergül tire və dırnağı da bağlayırıq. Bu artıq səhvdir. Niyə? Çünki bizə vasitəsiz nitq sadalanıb, burada bir vasitəsiz nitq verib və müəllifin sözü əvvəldə gəlməyib. Səhv, uyğunsuzluq budur. İndi digərlərinə baxaq. Kapitan səmimiyyətlə dedi. Kapitan səmimiyyətlə dedi. Bax, kapitan səmimiyyətlə dedi. Dedi, ortada gəlib, tamam. Amma vasitəsiz nitq deyil. Bu, hamısı başlığı müəllifin sözüdür. Kapitan səmimiyyətlə deyib müəllifin sözü. Müəllifin sözü əvvəldə gələndə nə edirik?
qoşu nöqtəmizi qoyuruq. Sonra sizi təbrik edirəm, leytenant. Vasitəsiz nitqim gəlirsə, bəli, dırnağı açıram, sonra da sonunda bağlayıram. Bu da düzdür. Qarı biraz düşünüb, müəllifin sözüdür. Əvvəldə gələndə özünə, sonra qoşu nöqtə, vasitəsiz nitq gəlirsə dırnağı açıram. Yaxşı, modal sözdür, vergül. Qərar sənindir, dedi. Dedidən əvvəl də vergül tre və bu olur müəllifin sözü. Və dırnağımı burada bağlayıram. Müəllifin sözü, vasitəsiz nitq, vergül tre, müəllifin sözü düzdür. Biz demək olar ki, çatmışıq deyə. Biz demək olar ki, çatmışıq. Bunu deyir başqası, yəni vasitəsiz nitqdir. Dırnağımı açdım, bağladım deyə Səlim gülümsüdü. Özündən əvvəl vergül treyi qoydum. Vasitəsiz nitq, müəllifin sözü, vergül tre düzdür. Biri mürəkkəb addır. Mürəkkəb ad ümumiyyətlə nədir? Mürəkkəb adla xüsusi isimlər bəzən qarışdırılır. Bu iki anlayışı qatmamaq üçün nə yadda saxlamaq lazımdır? Mürəkkəb ad və xüsusi isimin oxşar cəhətləri var. İkisi də xüsusi adlardır. Amma mürəkkəb ad söz birləşməsi şəklində olmalıdır. Yəni, o mürəkkəb adı ifadə edən, o anlayışı ifadə edən sözlər söz birləşməsi şəklində olmalıdır. Yəni, bir sözdən ibarət ola bilməz. Ən azı iki sözdən ibarət olmalıdır. Amma xüsusi isimlər yox. Məsələn, Azərbaycan bu xüsusi isimdir, Naxçıvan xüsusi isimdir. Amma Naxçıvan Muxtar Respublikası bu artıq mürəkkəb addır. Çünki artıq söz birləşməsi şəklində oldu. İndi baxırıq. Günə baxan, baxın bitişik yazılıb. Mürəkkəb adı niyə bitişik yazılsın? Bu mürəkkəb sözdür. Ədəbiyyat müəllimi bu ümumiyyətlə söz birləşməsidir. Nəyinsə xüsusi adı deyil. Dəvə quşu yenə mürəkkəb sözdür. Ad deyil. Bu sözdür. Gülyaz addır, amma biz buna mürəkkəb ad deməyimiz üçün belə olmalıdır. Gülyaz Əliyeva olsaydı, bu artıq mürəkkəb adı olur. Ad və soyadlar birlikdə mürəkkəb adı sayılır. Fikir verin, bir söz, iki söz. Ayrı yazılan iki söz. Bu sadəcə xüsusi isimdir, kiminsə adıdır. Amma Novruz bayramı bayramın adıdır və söz birləşməsi şəklindədir. Yəni, mürəkkəb adıdır. Bu suala da baxaq. Demək, sintaktik təhlil soruşur bizdən. Düşünürəm ki, bunu çox uşaq düzgün yazar, yəni asan sualdır. İndi təhlil edək. Nəhayət, hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməmi aldım. Mən uşaqlara belə öyrədirəm ki, cümlə təhlil edərkən, cümləni oxuyanda çalışın söz birləşmələrini, frazoloji birləşmələri, yəni parçalanmayan hissələri görün, ondan sonra təhlilə başlayın. Çünki bəzən söz birləşmələrini görmürük, başlayırıq hissə-hissə təhlil etməyə və söz birləşməsini parçalamamalı olduğumuz hissələri parçalayırıq və bununla da təbii olaraq yanlış edirik. İndi burada cümlədə, məsələn, duqdan sonra bu söz birləşməsini görməliydiniz oxuyanda. İndi cümləni təhlil edək. Nəhayət, hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməmi aldım. Nə etdim? Aldım. Kim? Mən. Mübtədam yoxdur. Mən nəyi almışam? Şəhadətnaməmi almışam. Nə zaman almışam? Duqda feili sifətdir. Özündən əvvəlki sözlərlə tərkib yaradıb, sonra qoşmadır. Qoşulub və zaman zərfliyi yaradıb. Nə zaman almışam mən şəhadətnaməmi? Hərbi xidməti başa vurduqdan sonra oldu zaman zərfliyi. Sonra haradan almışam? Biz bilirik ki, haradan zərfliyin sualıdır. Gimnaziyadan almışam. Demək, təhlil sxemi 2 zərflik, tamamlıq və xəbər. C variantı.